dəyərli həmkarlar, hər vaxtınız xeyir olsun. Mən Əfsun Abdullayeva. Bugün sizlərə izah edəcəyim əsas mövzulardan biri təlim modelləri olacaq. Təlim modelləri ən əsası bir müəllimə lazım olan mövzulardandır. Eyni zamanda imtahan mərhələsində bu mövzudan suallar görə bilərik. İstər MİQ, istər sertifikasiya bu mövzudan suallar düşür. Təlim modelləri nədir? Nə üçün lazımdır? Təlim modelləri deyəndə bir çox müəllim bunu dərs keçmə üsulu kimi fikirləşir. Yalnız təlim modelləri sadəcə dərs keçmə üsulu deyil. Təlim modelləri dərsin necə qurulacağını sistemli şəkildə müəyyən edən bir modeldir. Əgər o dərsdə təlim modeli yoxdursa, o dərs çox vaxt plansız, yəni effektsiz olur. Dərsi daha maraqlı, daha planlı, məqsəd yönlü hala gətirmək üçün biz təlim modellərindən istifadə etməliyik. Təlim modelləri nə üçün lazımdır dedikdə, əlbəttə ki, təlim modeli birinci növbədə müəllimin işini asanlaşdırır, planlı hala gətirir, məqsəd yönlü hala gətirir. Təlim modelləri ilə işləyəndə şagirdlərin dərsə qarşı maraqları da artır, dərsə qarşı daha həvəsli olurlar, diqqətləri dərsdə olur. Yaxşı nəticə verir təlim modeli ilə işləyəndə. Baxın, bu da təlim modellərinin əsas cəhətləridir. Ekranda gördüyünüz kimi birinci təlim modelimiz sorğu və araşdırma əsaslı təlimdir. Bu nədir? Bu necə bir təlim modelidir? Gəlin indi buna daha yaxından nəzər yetirək. Sorğu və araşdırma əsaslı təlim modeli. Adından da məlum olduğu kimi burada araşdırma var. Burada soru-sual var. Yəni, şagird burada hazır bir məlumatı əzbərləmir. Onlar hər hansı bir məlumatı araşdırırlar, suallar verirlər, özləri nəticəyə gəlirlər. Yəni, bu işdə araşdırmacı şagird özü olur. Şagird özü bir məlumatı araşdırır, sual verir, nəticəyə gəlir. Müəllim nə edir? Müəllim sadəcə fasilitatorluq edir. Yəni, bələdçilik. Sadəcə şagirdə yönləndirici rol oynayır, istiqamət verir. Gəlin indi isə baxaq daha yaxından, daha ətraflı. Sorğu və araşdırma əsaslı təlim modelinin məqsədini bildik, mahiyyətini bildik. Və bunun da bir neçə, belə deyim, addımları var. Sual verməkdir, hipotez fərziyyələrin, yəni irəli sürülməsidir, müşahidə etməkdir, araşdırma aparmaq, nəticə çıxarmaq və nəticəni yoxlamaq. Bu, sorğu və araşdırma əsaslı təlim modelinin addımlarıdır. Birinci addım nə oldu? Sual vermək. Yəni, sual vermək deyəndə nə nəzərdə tutulur? Müəllim burada şagirdə hər hansı bir sual verir. Məsələn, müəllim dərsi başlayanda şagirdə belə bir sual verir ki, niyə bu otaqdakı bitki həmişə pəncərəyə yönəlir, pəncərə tərəfə əyilir, belə deyək. Şagirdlər bu haqda düşünürlər. Axı, birinci mərhələ nə oldu? Sual vermə. Müəllim dərsə başlayanda sualını verir. Niyə bizim otağımızdakı bu bitki həmişə pəncərəyə tərəf əyilir? Şagirdlər düşünürlər, öz fikirlərini deyirlər. İkinci mərhələmiz nədir? Hipotez, yəni fərziyyələrin irəli sürülməsi. Hipotez və fərziyyələr, yəni burada nə nəzərdə tutulur? Məsələn, burada şagirdlər ehtimallarını deyirlər. Deyirlər müəllimə, ola bilsin ki, günəş işığını sevdiyi üçün pəncərəyə əyilir. İşıq olmasa o böyüyə bilməz, işığı görür, əyilir. Daha sonra deyir ki, bəlkə o günəşdən enerji alır, qaranlığı sevmir bu bitki. Yəni, ikinci mərhələdə şagirdlər öz ehtimallarını deyirlər, fərziyyələrini irəli sürürlər. Üçüncü mərhələdə artıq araşdırma başlayır. Onlar özləri araşdırma aparırlar. Şagirdlər müxtəlif qruplara bölünürlər, təcrübə edirlər artıq burada. Yəni, bir bitkinin götürürlər, həmin o bitkini işıq olan yerə aparırlar. Birini götürüb eyni bitkidən qaranlıq olan yerə bir aparırlar. Və orada təcrübə aparırlar ki, görək bu bitki işığı daha çox sevir, yoxsa qaranlığı. Eyni zamanda birini isə yan tərəfdən işıq alacaq şəkildə yerləşdirirlər. Yəni, tam işığın önündə olmur. Bu şəkildə şagirdlər araşdırmalarını aparırlar, öz təcrübələrini edirlər. Dördüncü mərhələmiz nədir? Deməli, müşahidə etmək.
Şagird burada müşahidə edir. Bir neçə gün bu bitkini müşahidə edirlər. Gəlib gedib qaranlıq otaqda, işıqlı otaqda, yarı işıqlı otaqda bu bitkini müşahidə edirlər. Bir neçə gün baxdıqdan sonra müşahidə edirlər ki, işığa baxmış bitki daha yaxşı böyüyübdür. Yan işığı olan bitki işığa tərəf əyilir. Qaranlıq otaqda qalan bitki isə tam inkişaf etməyib. Deməli, müəllimlər, müşahidə nəticəsində şagird artıq şagirdə aydın olur ki, bu bitki işığı sevir. İşıqlı otaqda şagird daha yaxşı bitki daha yaxşı inkişaf edib, qaranlıq otaqda isə bitki inkişafdan qalmışdı. Yəni işığı sevən bitki olduğu burada aydın olunur müşahidə nəticəsində. Daha sonra növbəti 5-ci addımımız nəticə çıxarmaqdır. Nəticə çıxarma nədir? Nəticədə şagird belə nəticəyə gəlir ki, bitkilər işığa doğru böyüyür. Yəni bu bitki, bizim otağımızdakı bu bitkilər işığı sevir. İşığa doğru böyüyürlər. Günəş işığını sevirlər. Çünki fotosintez üçün işıq lazımdır. Belə nəticəyə gəlirlər. 6-cı mərhələmiz nədir? Müzakirə. Burada da şagirdlər nəticələrini yoxlayırlar. Başqa nümunələrlə yoxlayırlar və müəllimə də əlavə sualları varsa, burada artıq belə deyim də qısa bir söhbət aparırlar. Əlavə suallarını müəllimə verirlər, başqa nümunələri də yoxlayırlar. Onlara maraqlı olur ki, görək bütün bitkilərmi belədir, yoxsa bitkidən dəyişirmi? Elə bitkilər var, qaranlıq otağı sevir, elə bitkilər var, işıqlı otaqda inkişaf edir. Bu kimi məsələlərə aydınlıq gətirirlər kiçik bir müzakirə ilə. Sizə daha asan yadda qalması üçün belə deyim ki, sorğu və araşdırma əsaslı təlim modelində şagird sual verir, şagird bu bitkini araşdırır, şagird təcrübə edir, şagird özü nəticəyə gəlir və nəticəsini də müzakirəyə çevirir. Baxın, bu daha rahat yadda saxlamaq üçün addımımızdır ki, sorğu və araşdırma əsaslı təlim modeli. Bəs deyəcəksiniz ki, bunun adi dərsdən nə fərqi var? Əlbəttə ki, adi dərsdə müəllim izah edir, şagird dinləyir. Amma bu modeldə şagird araşdırır, müəllim sadəcə yönəldir, fasilitatorluq edir. Yönəldir, istiqamət verir, şagirdə kömək edir, belə deyim. Yəni, hər hansı problem yaşandıqda ona dəstək olur, istiqamət verir. Bu da bu araşdırma, sorğu və araşdırma əsaslı təlim modelinin əsas üstünlüyüdür. İndi isə davam edək 5Y modeli ilə. Bu nədir? 5Y modeli, burada belə deyim sizə, ingilis sözlərindən irəli gəlir. İndi baxa bilərsiniz, ingilis dili müəllimləri də baxa bilər. Maraq oyatma, araşdırma, izah etmə, möhkəmləndirmə, qiymətləndirmə. 5Y modeli adətən sorğu və araşdırma əsaslı təlim modeli ilə qarışdırılır. 5Y modeli ilə sorğu araşdırma əsaslının nə fərqi var? Sizə onu deyim. 5Y modeli sırf müəllimə aiddir. Yəni, müəllim burada öz dərsini 5 addım üzrə planlayır. Burada belə deyim, mərkəzdə dayanan müəllimdir ki, müəllim öz işini, öz dərsini, planını qurur 5 addım üzrə. Amma sorğu araşdırma əsaslı da şagird mərkəzlidir. Yəni, burada şagird özü araşdırır, özü sual verir, özü nəticəyə gəlir. 5Y modeli nədir? Gəlin, indi buna qısa şəkildə baxaq. Ekranda gördüyünüz kimi birinci maraq oyatmadır. Maraq oyatmanı bilirik ki, bu motivasiyadır. Yəni, bu mərhələdə məqsəd şagirdin diqqətini dərsə yönəltmək, dərsə cəlb etməkdir. Burada müəllim maraqlı suallar verir, müəllim maraqlı şəkil, video göstərir, həyatla bağlı nümunələr çəkə bilər, açıq tipli suallar verə bilər şagirdə ki, bu da şagirdin təfəkkürünü formalaşdırır, dərsə qarşı, belə deyim, marağını artırır. İkinci addımımız nədir? Araşdırma. Araşdırma şagirdlər burada mövzunu araşdırırlar, müşahidə edirlər, təcrübə aparırlar, qrup işi ola bilər, müxtəlif məlumatlar əldə edirlər.
Eyni araşdırma və sorğu əsaslı təlim modelində olduğu kimi burada da şagird bitkini işıqlı və qaranlıq yerə qoyur, fərqini müşahidə edir. Bu onun araşdırma hissəsindədir. İkinci izah etmə, bu mərhələdə şagirdlər nəticəni izah edirlər. Müəllim anlayışı ümumiləşdirir, belə deyim, sistemləşdirir. Şagird deyir ki, bitki məsələn işığa görə həmin tərəfə yönəlməlidir, çünki bu bitki işığı sevən bitkidir. Müəllim də şagirdin bu fikrini ümumiləşdirir. Bu şəkildə izah edir ki, bu fototropizm adlanır. Yəni, müəllim şagirdin fikrini elmi formada izah edir. Növbəti möhkəmləndirmə addımı, yəni burada ən çox, belə deyim, refleksiya formalaşır. Şagird öyrəndiyini yeni vəziyyətlərdə tətbiq etməyə başlayır. Məsələn, bitkidən söhbət açmışkən, başqa bitkilərdə də eyni halın olub-olmadığını yoxlayır. Görək, bu bitki başqa bitkilərdə də mi belədir? Qaranlığı mı, işığı mı sevirlər? Burada artıq möhkəmləndirir. Öyrəndiyini yeni vəziyyətlərdə tətbiq etməyə başlayır. Sonuncu 5-ci addımımız qiymətləndirmədir. Burada da bildiyimiz kimi dərsin sonunda nə qədər öyrənildiyi yoxlanılır. Görək, bu şagird dərsin sonunda nə qədər öyrənib, nəyi öyrənə bilməyib. Sual cavablı ola bilər bu, testlərlə olur bildiyimiz kimi, çıxış biletləri, refleksiyadır, tapşırıqdır. Bu vasitələrdən də istifadə edərək qiymətləndirmə mərhələsini də apara bilərik. Əslində, belə deyim, 5Y modelinin özündə də sorğu və araşdırma əsaslı təlim modelindən istifadə olunur. Çox oxşardır. Sadəcə əsas fərqi bundan ibarətdir ki, 5Y modelində müəllim öz planını mərhələli şəkildə qurur, amma sorğu və araşdırma əsaslıda isə şagird özü işə başlayır, araşdırır, fərziyyələr irəli gətirir, müxtəlif suallar verir, nəticəyə gəlir, müzakirə aparır. Burada şagird işi görən şagirddir. Amma 5Y modelində isə müəllim öz dərsini planlı hala gətirir. Davam edək, sorğu və araşdırma əsaslı təlim modelinin müsbət cəhətləri nədir, onu öyrənək. Birinci, gördüyünüz kimi öyrənmə prosesi şagirdlərə daha maraqlı hala gəlir. Dərsin əvvəlində qeyd etdiyim kimi, dərsi planlı, məqsəd yönlü qurmağa kömək edir. Şagirdlər bu məsələyə daha rahat, dərsə daha rahat cəlb olunurlar, daha maraqlı hala gəlir. Şagirdlər dərsə qarşı həvəsləri artır. Müəllim burada şagirdin müsbət cəhətlərini daha rahat müşahidə edə bilir, daha açıq şəkildə müşahidə edir. Şagirdlərin hansı bacarığı inkişaf etdirməyə ehtiyacı olduğunu müəllim burada müəyyən edir. Yəni, bu sorğu və araşdırma əsaslı təlim modelinin müsbət. İndi isə gəlin problem həll etməni öyrənək. Problem həll etmə ilə sorğu araşdırma əsaslığını da bəzən biz qarışdırırıq. Problem həll etmədə ən çox müəllim şagirdə bir problemi verir. Yəni, dərs problemlə başlayır. Şagird o problemi həll etməyə çalışır. Amma sorğu araşdırmada isə şagird, məsəl üçün, bitkinin niyə günəş tərəfə büküldüyünü araşdırır. Problemdə isə şagird inkişafdan qalmış bitkini xilas etməyin həll yollarını, bu problemi necə həll etmək olar, onu araşdırıb öyrənir. Problem həll edir. Sorğu araşdırmada isə sadəcə funksiyalarını, xüsusiyyətlərini öyrənir, araşdırır. Problem həll etmədə dedik ki, dərs problemlə başlayır. Müəllim şagirdə problemi verir. Bu problemi necə həll edərsən? Şagird düşünməyə başlayır, şagird araşdırmalar aparır, müzakirə edir, ən sonda ən əsas səmərəli həll yollarını tapır. Məsələn, problem budur ki, real həyat problemi olmalıdır. Məktəbdə şagirdlər əllərindəki zibili yerə atırlar. Yəni, beləliklə də ətraf mühit çirklənmiş olur. Sinif otaqları çirklənir. Şagird buna həll yolu axtarır. Məsələn, deyə bilər ki, bunun üçün mükafat sistemi tərtib edə bilərik, ən səliqəli sinif otağına mükafat veriləcək və yaxud da ki, bunun üçün maarifləndirici müzakirələr təşkil oluna bilər ki, şagirdlər əllərindəki zibili yerə atmasın, zibil qutusuna atsın. Və problem əsaslı öyrənmə aşağıdakı mərhələləri özündə ehtiva edir. Problemin ifadə edilməsi,
yəni təqdim olunması. İkinci, problemi aydınlaşdırırlar, müzakirə edirlər. Üçüncü, biliklər təsnif edilir. Dördüncü, problem haqqında nə bilirik, nəyi bilməyə ehtiyac var. Beşinci, mümkün həll yollarını ortaya qoyuruq. Altıncıda isə nəticələr və həll yollarını bölüşürük. Bu, problem əsaslı öyrənmənin mərhələləridir. İndi isə keçək layihə əsaslı öyrənmə. Layihə əsaslı öyrənmədə bu modelin üstün cəhəti ondan ibarətdir ki, burada şagirdlər müəyyən bir mövzu üzrə layihə hazırlayır. Yəni, yeni məhsul icad edirlər. Burada ən belə açar söz yeni məhsul yaratmaqdır. Yəni, şagird araşdırır, məlumat toplayırlar, biri yazır, biri pozur, biri video hazırlayır, biri şəkil çəkir, biri belə deyim, qrafik çertyoş cızır. Yəni, məhsul hazırlayırlar. Poster ola bilər, təqdimat ola bilər, video ola bilər, hər hansı bir əşya ola bilər. Layihə əsaslı öyrənmədə şagird layihənin əsasında layihəni hazırlayarkən öyrənir. Əsas nəticədə isə sonda yeni bir məhsul ortaya qoyulmalıdır. Bu da onun əsas lazım olan məqamıdır ki, yeni bir məhsul yaradılsın. Məsələn, bunun problem əsaslı öyrənmə ilə ortaq cəhəti, yəni burada belə deyim, hər ikisində komanda işi gedir. Hər ikisində real həyat problemi olur. Hər ikisində əməkdaşlıq olur. Fərqi də ondan ibarətdir ki, layihə əsaslı öyrənmədə başlayır mövzu ilə, problem əsaslı öyrənmədə başlayır problemlə. Əsas məqsəd layihə əsasında öyrənmədə layihə hazırlamaqdır. Ən sonda da bir məhsul təqdim etməkdir. Amma problem əsaslı da məqsəd bir problemi həll etməkdir. Sonda ona həll yolları tapmaqdır. Yəni, əsas fərqi bundadır. Davam edək. Layihə əsaslı öyrənmənin mərhələləri var. Sualın qoyuluşu, plan tərtibatı, araşdırma və məhsul hazırlığı, scaffolding, yəni doğru istiqamət verir, monitoring, yoxlama. 5-ci, nəticələrin yoxlanılması və prosesin qiymətləndirilməsi. Bunlar hər biri layihə əsaslı öyrənmənin 5 mərhələsidir. Layihə əsaslı öyrənmədə şagird layihəni hazırlayarkən öyrənir, hazırlayır, təqdim edir. Problem əsaslı öyrənmədə isə problemlə başlayır. Şagird o problemi həll edərkən, həll yolları taparkən öyrənir. İndi isə davam edək birbaşa təlimlə. Ekranda gördüyünüz kimi birbaşa təlim nədir? Birbaşa təlim belə adi keçilən dərslərə çox bənzərdir. Yəni, burada mərkəzdə müəllim dayanır. Belə deyim sizə. Yəni, dərsdə əsas rolu müəllim oynayır. Mövzunu açıq, sistemli şəkildə gözəl izah edir. Şagirdlərə nümunə göstərir. Şagirdlər də mövzunu tam dinləyib. Öyrənmə hissəsi bitdikdən sonra keçirlər tətbiq etmə hissəsinə. Müəllim burada öyrədir, şagird öyrənir. Bu, bizim normal keçilən dərslərlə oxşarlığıdır birbaşa təlimin. Demək olar ki, eynidir. Mərkəzdə müəllim dayanır, şagirdi açıq şəkildə mövzunu mənimsədir, öyrədir sistemli şəkildə. Öyrənmə hissəsi bitdikdən sonra isə şagird mövzunu tətbiq edir. Gəlin indi tərifə baxaq. Birbaşa təlim yanaşması aydın təlimatlar, aktiv öyrənmə və reflektiv təlim vasitəsilə şagirdlərin akademik nəticələrini və öz güvənini artırmaq məqsədi daşıyır. Tədrisin kiçik hissələrə bölünüb scaffolding tətbiq edilməsi ilə öyrədilməsi şagirdlərin yüksək səviyyəli öyrənməsinə gətirib çıxardır. Və burada aşağıda birbaşa təlimin özlüyündə dayanan əsas fəlsəfi prinsiplər var. Birinci, bütün şagirdlər öyrədilir. İkinci, bütün şagirdlər akademik və özgüvən baxımından inkişaf edir. Üçüncü, təlim elə təşkil olunmalıdır ki, şagirdlərin öyrədilən məlumatları yanlış anlaması ehtimalı azaldılsın və təlimin effektivliyi gücləndirilsin. Bu 3-dən 4 burada ayrı-ayrı yazılıbdır. Yəni, biz bu birbaşa təlimi dərsdə necə istifadə edirik? Birinci, müəllim mövzunu açıq, aydın, izahlı şəkildə, daha doğrusu sistemli şəkildə izah edir. İkinci, müxtəlif maraqlı nümunələr gətirir. Şagirdlər birlikdə tapşırıq işləməyə başlayırlar. Şagirdlər 4-cü hissədə isə artıq müstəqil, sərbəst şəkildə o tapşırığı yerinə yetirirlər.
Sizə bunun ən vacib 2 xüsusiyyətini deyim. Düzdür, xüsusiyyətləri çoxdur. Ən vacib ikisini deyim sizə. Belə deyim, təlim modelləri arasında vaxt baxımından ən sürətli olan birbaşa təlimdir. Və xüsusən də yeni mövzu izahında çox effektivdir bu təlim modeli. Sorğu və araşdırma əsaslı da, problemdə, layihə əsaslı öyrənmədə şagird gördük ki, araşdırdı. Biri problemi araşdırdı, biri mövzunu araşdırdı, biri bir məsələyə toxundu. Amma bu birbaşa təlim bunlardan fərqlənir. Burada sadəcə müəllim mərkəzlidir. Yəni müəllim dərsi açıq-aydın şagirdə sistemləşdirib gözəl formada izah edir, nümunələrini də göstərir. Şagird dinlədikdən, mövzu izahı tam bitdikdən sonra, öyrənmə hissəsi başa çatdıqdan sonra şagird artıq tətbiq hissəsinə keçir. Bu da birbaşa təlimdir ki, müəllim biliyi açıq şəkildə izah edir, şagirdə ötürür. Şagird isə tətbiq edir. Bu birbaşa təlimin Barak Rosenstein təlimi ilə əlaqəsi var. Yəni Barak Rosenstein'ın bəzi belə deyim addımları, nümunələri, məsləhətləri birbaşa təlimə dəstəkdir. Barak Rosenstein tədrisin necə daha effektiv olması ilə bağlı araşdırma aparıbdı bir neçə il. Və o xüsusilə də effektiv müəllim davranışları üzərində məşhurlaşmışdı, belə deyim sizə. Barak Rosenstein ilə birbaşa təlimlə də böyük uyğunlaşma təşkil eləyir. Məsələn, o birinci prinsipində deyir ki, tədrisə daha əvvəl öyrənilənləri qısa təkrarı ilə başlayın. Yəni, keçmiş mövzularla yeni mövzular arasında əlaqə yaradın. Bu nəticədə şagird öyrənməni daha yaxşı baş tutacaq. Öyrənmə daha effektiv, daha maraqlı hala gələr. Keçdiyimiz əvvəlki mövzularla bugün keçdiyimiz yeni mövzu arasında inteqrasiya yaradın. İkinci prinsipində deyir ki, yeni materialı kiçik hissələrlə təqdim edin və hər hissədən sonra şagird fəaliyyətinə yer ayırın. Bu hissədə isə bizə çatdırır ki, bir böyük mövzudursa, böyük mövzunu şagirdə hissə-hissə öyrət. Birdən-birə yox, kiçik hissələrə ayır, kiçik hissələrlə izah et. Hər hissədən sonra da şagirdə tapşırıq ver. Öyrənibmi, anlayıbmı, qaranlıq qalan məqamları varmı, onu ölç, öyrən. Belə olanda şagird yorulmur, daha yaxşı sırayla az-az başa düşür. Üçüncü addımda isə modellər və işlənmiş nümunələr təqdim edin. Bu şagirdlərə problemləri daha tez və ya daha yaxşı həll etməyə kömək edir. Burada nə demək istəyir? Burada onu demək istəyir ki, yəni şagirdə nümunə göstər, model göstər, hazır olunmuş bir, həll olunmuş bir məsələ nümunə göstər. Burada şagird necə etməli olduğunu daha yaxşı görür, tez öyrənir belə olanda. Hazır nəticəni görür, onda necə həll olunmalıdır, müəllim onu həll edir, hazır nəticəni göstərir. Bu şəkildə şagird daha yaxşı, dərindən öyrənir. Dördüncü prinsipdə isə anlamanı yoxlayın. O bizə bildirir ki, ey müəllimlər, anlamasını da yoxlayın. Yəni, şagirdə dərsi izah edib birbaşa keçib getməyin. Anlamasını yoxlayın, görün başa düşüb ya yox. Necə yoxlaya bilər? Bunu sual verə bilər. Şagirdə mövzunun bir mərhələsini bir qısa şəkildə izah etdirə bilər. Başqasının cavabına münasibət bildirməsini istəyə bilər. Yəni, anlamasını yoxlayın, görün o başa düşdü izah etdiyiniz dərsi. Prinsip 5. Şagirdlərin sizin köməyinizlə yeni mövzunu tətbiq etməsinə şərait yaradın. Burada nə demək istəyir? Yəni, şagirdə öyrətdiyini tətbiq etdir. Şagird öyrəndiyini mütləq tətbiq etməlidir ki, onun daha yaxşı yadında qalsın. Bəzən biz buna refleksiyada deyirik ki, dərsdən sonra, yeni dərsin izahından sonra refleksiya aparılmalıdır ki, öyrəndiyimiz qısa müddətli yaddaşdan uzun müddətə keçsin. Tətbiq etməsə onun yadından çıxıb gedər, tez unudular. Tətbiq edəndə isə uzun müddət onun yadında qalır. Müəllim qaydanı izah edir, şagirdə tapşırıq verir. Bu da onun tətbiqidir. Prinsip 6. Çətin tapşırıqlar üçün müvəqqəti dəstək verin. Burada nə demək istəyir? Yəni, scaffoldinglik edin. Müvəqqəti dəstək, scaffoldinglik.
Şagird çətinlik çəkəndə ona dəstək olun, kömək eləyin, ipucu verin, istiqamət verin, addım-addım bir müddətlik yönəldin ki, o tam yaxşı başa düşsün. Birbaşa cavabı deməyin, ipucu verin, dəstək olun, yol göstərin. Şagird məsələni həll edə bilmir, müəllim də birinci addımı ona xatırladır. Burada nə etmək lazımdır? Yadına sal, o üsullardan istifadə edərək məsələni həll edə bilərsən. Bu da Barak Rosenstein'ın prinsipləridir ki, mən bu Barak Rosenstein'ın araşdırmalarını, onun irəli sürdüyü fikirləri çox bəyənirəm. Hətta belə deyim, dərsimizin daha effektiv hala gəlməsinin ilə birbaşa təlimlə əlaqəsində birinci yer alır. İndi isə davam edək. Oyunlaşdırma, oyun əsaslı. Oyunlaşdırma ilə oyun əsaslı öyrənmənin fərqi nədədir? Oyunlaşdırmada belə deyim, ümumiyyətlə oyun vasitəsi ilə öyrənmənin 2 dənə yolu var. Oyunlaşdırmadır, oyun əsaslıdır. Oyunlaşdırmada müəllim dərsin özünü oyun kimi qurmur, oyun etmir. Sadəcə oyunun elementlərindən istifadə edərək dərsi qurur. Məsələn, dərsi izah eləyir, şagirdlərə sorğu-sual edəndə düzgün cavablarına görə onlara xal verir, müxtəlif səviyyələr yaradır, lövhədə bir qrafik şəklində onları qiymətləndirir, mükafat da verə bilər əlbəttə. Bu oyunlaşdırmadır. Yəni, oyunun, belə deyim, özünü dərsdə istifadə eləmir. Dərsi oyuna çevirmir. Sadəcə oyunun elementlərini dərsdə istifadə edir. Bu oyunlaşdırmadır. Bir də var oyun əsaslı öyrənmə. Burada isə elə öyrənmə birbaşa oyunun içində baş tutur. Məsələn, müəllim ədəbiyyat dərsidirsə, müxtəlif şəxsiyyətlərin rolunu oynadaraq dərsi təşkil edir. Mövzunu oyun vasitəsilə öyrətmək. Hər hansı bildiyiniz bir maraqlı oyun varsa, onu dərs xarakterli təşkil edərək dərsi oyun əsaslı da təşkil edə bilərik. Oyunlaşdırmada dərs oyunun elementləri ilə aparılır, oyun əsaslı öyrənmədə isə dərs oyunun özüdür. Yəni, dərsi oyun xarakterli quraraq şagirdlərə həm öyrədirik, həm əyləndiririk. Əylənərkən öyrənirlər. Bu da oyun əsaslı öyrənmədir. Oyun vasitəsilə öyrənmə prosesinin burada üstünlükləri var. Oyun əsaslı öyrənmədə dərsə öyrənməyə maraq artır, interaktivlik, iştirakçılıq artır, yəni qarşılıqlı əlaqə, yerində sürətli əks əlaqə yaranır, mərhələli pilləli inkişaf aydın göstərir, kontekstdə öyrənməni təmin edir, əməkdaşlığı və sosial öyrənməyə imkan verir. Bu da oyun vasitəsilə öyrənmənin üstünlükləridir. Dərsimiz bu qədər. Əgər videonu bəyəndinizsə, kanala abunə olub, dəyərli fikirlərinizi şərh bölməsində qeyd etməyi unutmayın. Təşəkkür edirəm.